Tamam bilir. Mənim biraz ağrılarım var, paylaşım eləmişəm. Xarici bloger, şərəfsiz, əlimdəki piyan olmuşam. Mən içki içsəm, mən cənab nazir edildim ki, qabımda. Mən içki içən adamam. Mənim oğlumdan sonra ancaq içirəm. Bilməmişəm, əlimdəki, mən o telefondan da başım çıxmır elə. Poza da bilmədim sonra onu. Bu şərəfsiz xaricdə olanı paylaşdı. Mənim adilərimlə bir şəxsi qərəzliyim dadım yoxdur. O şimdi bir balaca nəsə anlaşılmamazlıq oldu. Mən onu paylaşmayacaqdım. O şimdi daha bilmirəm necə olub o paylaşıb orada. Mən anlamıram bu telefondan mənim başım çıxmır. Bilməm ki bu necə şey. Mən bunu işlədimcəm daha bundan sonra. Özüm də operasiyadan çıxmışam, narkozdan çıxmışam. Həsəb adamam, bunu hamısı da bilir, ölsəm bilir. Bir də ki Allah lənət eləsin xaricdəki blogerə. Onun Allah başına daş salsın. Şərəfsizin biridir. Torpağın yerisi də gəldi çıxdı, bu da sənətlər. Bu aldılar yerində ölmüşə heç. Mənə prosta fitvanı verdilər ki, bu aldılar ev satıb buranı, məndən nə eləyib bilmirəm daha. Vallahi, Allah bəla versin bunlar. Yəni də mən narkozdan çıxmışam, içki içən adamam, özüm də operasiyadan çıxmışam. Torpağın yerisi də gəldi çıxdı, bunun adında daxili yox deyib, bu torpaq mənimdir. Sənətləri getirib gəliyib. O üçün burada bir anlaşılmamazlıq oldu. Allah mərdumazara lənət eləsin. Bir də o xaricdəki blogerə Allah bəla versin onu. Daş sökə bilmirəm. Dairəm biraz onu göstərə bilmirəm. Bir an olsaydım, alıb sən saxlamışdım, nəyi var idi, getmişdi şimdi alacam. Üzürü bilsinlər. Nəsə oldu, məndə sərf olub, mən alıram boynuma. Çünki mənə ciddilər düz demirlər. Allah bəla versin, hamısının bəlasını versin ki, məndən istifadə edilər. Başımı itirirəm mərdən biraz. Adil mənim pis adam olmayıb. Burası ki, Allah bəla versin, gəldə mərdim azara. Mən heç demirəm daha, mən ancaq bunu deyirəm də. Mənim adımda şəxsi qərəzliyim yox. Adil mənim önümdə də olub, sonra bilir mənim vəziyyətimi də. O mənə hörmət eləyir. Allah mərdim azar lənət etsin, mənim piyanlığımdan istifadə edirlər. Bir də buradan o paylaşan saytlar var ha. Xahiş edirəm onlardan onu silsinlər. Mən olanı həmişə, onlar öz mənfəətdə yazın gündürlər. Mən bilirəm də, mənim önümə blogerlər gəlib deyib belə, gediblər aldı mənim oradan pul alıb sırf gediblər. Xahiş edirəm o blogerlərlə ki, o mənim çəkilişimi silsinlər, mənim icazəm olmadan. Onlar çox sərfi yol verirlər, o paylaşırlar. Soluna hayır, olanı mən məhkəmədə görəcəm. Mənim cənab prezident, cənab nazir, getəcəm o qabına cəm piyanlığından istifadə edilər, bu lazımda düşür. Adil mənim gəldi, mənim oğlumu da yola saldı, necə lazımdır. Vallahi gələcəm, mən ondan açılım yoxdur. Burası Allah mərtimazə lənət eləsin. Mənim gələcəm, Adildən məndən açılım yoxdur. Burası arada oynayan o şeytanlar var, Allah bəlasını versin. Mən də buran adamım istifadə edilər ondan, bunlara lənət olsun, nəsə. Allah hamısının köməyi olsun.